Hamıya salam olsun. Hamınızı xoş gördük yeni bir vlogda. Bugün gedirik papamgilə. Bacım gələcəkdi Bakıdan. Dedik biz də gedək görüşək. Elə uşaqlar da bir yerdə oynasınlar. Onsuz da elə ildə 3-4 dəfə görüşürük. Belə Bakıdan bacım qardaşım gələndə biz də gedirik, görüşürük. Yoxsa ki biz Bakıya elə getmirik, ancaq nəsə bir iş olanda gedirik. Ona görə onlar ancaq bura gələndə papagilə gedirik, görüşürük, vaxt keçiririk birlikdə. Hər dəfə biz gedəndə papagilə mama bu ballı tortdan bişirir. Bilir ki, biz hamımız onun tortunu necə sevirik. Elə biz uşaqlıqda mama həmişə bu tortdan bişirir. Başqa tortlar da bişirir, amma bu tortundan yoxdur. Həmişə biz xoşlayırıq deyə hər dəfə biz gələndə o bizə bu tortdan bişirir. Uşaqlar da çox sevirlər bu tortu. Sara da ən az bir 4 sokunu yedi. Axırda götürdüm tortu, qabını gizlətdim ki, görməsin, istəməsin. Görüb istəyir. Mən də istəmirəm yayın günü isti. Özdə gəncə çox isti idi. Biz Göygölə öyrəşmişik, bilmirəm, yoxsa nəyə görədir. Artıq Gəncənin istisinə mən sevmirəm heç. Halbuki mən orada 24 il yaşamışam, orada böyümüşəm Gəncədə, amma artıq 12 ildir buradayam Göygöldə. Buranın havasına öyrəşmişəm. Ona görə Gəncəyə gedəndə mənə çox isti olur. Kondisioner də qoymurdum, taxsınlar ki, çünki bizdə Göygöldə sərin olur, bizdə evdə kondisioner yoxdur. Uşaqlar öyrəşməyiblər. Ona görə qorxurdum ki, birdən onlara təsir eləyər də o sərin hava. Ona görə qoymadım kondisioner də qoşsunlar. İstidə mənə çox pis təsir elədi o istilər. Və bacıma sürpriz eləmək istəyirdim ki, o bilməsin biz gedirik. Ona demədim. Ancaq mama gilə demişdim ki, biz gələcəyik. Demişdim ki, bacıma deməyin. Burada da gedirik artıq qatarın qabağına. Qatar gəlir, sürət qatarından gəlirlər. Bacımla qızıdır. Onlar gəlirlər. Ona görə biz artıq saat 12-nin yarısında dedik gedək. Həm də biraz uşaqlar gəlsinlər. Onlar heç orada olmayıblar. Belə bir dəfə gediblər, papa aparıb gəzdiribdi orada. Amma belə qatar gələndə kiminsə qabağına çıxmayıblar. Ona görə dedim qoy getsinlər, onlar da görsünlər. Qatarı görsünlər, qatar necə gəlir. Amma yenə də Saranı apardığım üçün peşman oldum. Çünki yenə də orada da durmurdu bir yerdə. Orada da təzə yerdi deyə elə deyirdi ki, ora gedək, bura gedək, hər yer onun üçün maraqlı idi, gəzmək istəyirdi. Burada da evimizin qabağında pişik görüblər. Sara heç qorxmur pişikdən, heç. Görən kimi pişiyi tutmaq istəyir əlindən, gedir yanına. Mən də qorxuram ki, pişik birdən onun üzünü cırar, ya da dişləyər əlini. Ona görə qoymuram çox yaxın getməyə. 200 yaşı var. Nə? Kulübün. Hə. Oo, kediler o şey. Qatar gəlir indi. Gəlmişik ki, qarşılamağa, amma məni yenə Sara peşman eləyibdi. Deyirəm, kəş ki gəlməzdim, ki bacıma sürpriz eləyirəm. Ki, bilmir biz gəlmişik. Elə bilir gəlməyəcəyik. Hər dəfə o gələndə mama gilə gəlib görüşürük. Dedim ki, yox, bu dəfə gələsi olmadıq. O da pis olmuşdu. Amma indi istəyirəm sürpriz eləyim, amma Sara məni yorub savsim. Hamı orada gözləyir gələnləri. Biz qalmışıq burada, çünki Sara xanım bura gəlmək istəyir. Görək tez qatar gəlsəydi, çıxıb gedərdik evə. Polis gəlir. Neysə. Mənim qızlarım birinci dəfədir bura gəliblər. Yox, mən iki dəfə Poyuz gələm. ikinci dəfədir, hə. Poyuzlar gələndə, qatar gələndə görməyiblər. Ona görə onlara maraqlıdır ki, poyuz nətər gəlir. Gəl.
Gel Aysel gel. Hər dəfə evə gedəndə mama soruşur ki, qabaqcadan, bir gün qabaqdan ki, ailə nə istəyirsən, sənə nə bişirim, ürəyin nə istəyir. Deyirəm mama, nə istəyirsən bişir, mənim üçün fərqi yoxdur. Mən olsa sənin yeməklərin hamısını sevirəm. Amma kartoşka sən qızartmalısan 100%. Çünki mənim uşaqlarım kartoşka qızartması yeyirlər. Deyirəm bir dən hansısa yeməyi bəyənməzlər, yeməzlər, ac qalmasınlar. Ona görə mama hər dəfə gedəndə onlar üçün belə kartoşka da qızardır ki, uşaqlar yesinlər. Onsuz da gedəndə mama o qədər yeməklər bişirir ki, elə ondan, bundan elə bütün gün ancaq yeyirik, doyuruq. İstədim sizə həyətimizdə çəkim. Düzdür, indi artıq bizim həyət deyil. Buranı 2011-ci il idi. Gəldilər, sökdülər ki, olmaz burada bağlar olsun. Bura tutulsun. Qabaq bura bizim həyət idi. Bütün də elə var. Buralar hamısı həyət idi. Ora bütün ağaclıq idi. İndi ora boş qalıbdı hər yer. Bütün ağaclar baba məhmişdi. Hər ağacdan var idi orada. Bu incil ağacıdır bizimkidir. Belə bu tut ağacı, bu yekə tut ağacı da bizimkidir. Qabaq bağımızın içində idi bunlar hamısı. Qəşəng hər şey var idi. Stollar qoymuşduq, qəşəng. Hər yayda, hər gün axşamüstü o sərin düşən kimi düşürdük həyətə, samavar çayı qoyurduq, otururduq. İndi sökdülər və belə hər yer belə qaldı bu gün də. Həyət olanda qəşəng idi amma. Hərə öz həyəti var idi, o tərəflərdə həyət idi. Amma sökdülər, indi bax belə elə bir ki, nə bilim, hərə də öz veşiyin gəlib bitirib ora-bura qoyub, belə çox pis gündə qalıbdı buralar. Belə dedim sizə həyətimizdə çəkim necə olubdu, qabaqlar başqa cür idi savsem. Belə hamının hamamı var idi, bizim də ora hamamımız idi, bizim ora hamam idi. İndi qalıb pis gündə elə belə papa podval kimi də belə içinə nəsə instrumentlərini falan yığır. Qabaq ora hamamımız idi. Orada şey olandan sonra evdə elədik. Belə qonşular da hamısı, bunu da qonşu özünə elədi. Bura hamamıdır onun. Belə hamı məcbur özünə evində elədi. Yoxsa ki, hamının həyətində idi. Düzdür, evdə rahatçılıqdır. Amma yəni belə həyəti söyməkləri çox pis oldu. Çox. Hamının qəşəng həyəti var idi. Hamı yayda həyətində otururdu, işini, gücünü. Nəsə bağlamaq olanda həyətdə eləyirdik. Nənə burada bizim qaz peçimiz var idi, stolumuz var idi. Nənə burada ocaq qalırdı. Sacda lavaş bişirirdi. Elə bişən kimi də o lavaş ki bişəndən sonra quruyur. Qurumamış tez ona yağ pendir yaxırdı, bizə verirdi, yeyirdik. O günlər yadıma düşdü, uşaqlığımız yadıma düşdü. Belə, indi savsem pis günə qalıbdı buralar. Belə. Amma buraları remont eləyirlər. Biraz o tərəfləri mən gördüm gələndə maşınla. O tərəfləri remont eləyirdilər, yolu, krişaları. Gəncədə remontlar gedir axı. İnşallah gəlib bizim tərəflərdə remont eləyərlər. Yaxşı olar buralarda. Sara da həmişə kimi yanımdadır. Dedim biraz video çəkim, o da imkan vermədi. Gəldi ki, mən də baxıram pəncərədən. Ona görə dedim Sara'la birlikdə çəkim. Belə. Burada krant var idi. İndi o krant da yoxdur. Onun başına qaçıb oynuyorduk. Bir dəfə bacım yıxıldı, başı o kranta dəydi, qanadı. O qədər burada oynamışıq, qaçmışıq belə. İndi amma nə gündədir, heç kim uşaq yoxdur. Bizim vaxtımızda bütün küçə uşaq olurdu, hamı bir yerdə oynayırdı. İndi heç kim yoxdur burada küçədə də. Bir dənə də olsun uşaq görmürəm. Nə vaxt gəlirəm bura, heç vaxt burada heç kim görmürəm. Sarı yatsın biraz. Bir git buradan. Mama git.
ayaqlarını örtün. Ay yox, durursan. Gölə çıxa biləcək. Yakında yola yüzüyle zıratacak. Gözler reklama. Mamamın ətir şahlarını da dedim çəkim sizə. Mən də mamadan götürmüşdüm. Öz ətir şahımı neçə dəfə çəkmişəm vloqlarda. Bizdə həmişə nənəmdə olub mamamın mamasında ətir şah. Yəni nə ətir şah mən nə vaxt görsəm, adını eşitsəm sıraz üzərində nənəm yadıma düşür. Çünki onda həmişə bunlar balacadır da. Hələ nənədə mama ucu buralarını kəsibdi bunların. Uzanmışdı deyə kəsib ki, yaxşı olsun. Uzananda belə nazik olur, yarpaqları balaca olur. Amma belə kəsəndə qəşəng enlənir. Amma nənədə elələri var idi. Elə bir ki, ağac idilər də, belə yekə, hündür, ağaca oxşuyurdular. Nənə neçə illər idi onlara baxırdı. İndi də mamada var ətir şah. Belə elə mənə də dipçəyə salıb vermişdi mama. Elə də mən də hələ ki elə baxıram, şükür yaxşıdır. Sadəcə başını bilmirdim kəsmək lazımdır. Bu 1-2-3 ay olar kəsmişəm. Ona görə mənkilər də qəşəng olubdu. Belə çiçəkləri də açırdı. Yoxsa ki çox pis idi. Mən ki elə deyirdim ki, mən baxa bilmirəm. Sonra bildim ki, başını kəsmək lazımdır. Vlogda da paylaşanda dedilər ki, başından kəs yaxşı olacaq. Mən də kəsdim. Bunu da buradan kəsibdim amma başından belə qəşəng belə qıraqlara uzanıblar. Qəşəngdilər. Mama indi kompot atmışdı. Kompota da ətir şah vurubdu. Qəşəng olur dadı. Biz də bu il kompot bağlayanda birinə ətir şah qoyduq. Dedik açıq görək. Əgər bəyənsə uşaqlar yenə bağlayanda kompot ətir şah içinə yarpağın birini qoyursan qəşəng dadı olur.